Salam, hörmətli izləyicilər, hər birinizi xoş gördük. O cümlədən könüllü nəzarətçilər İctimai Birliyinin bütün üzvlərini salamlayıram. Başda hörmətli rəhbərimiz Təyyar müəllim olmaqla. Bugün bizim üçün gözəl bir gündür. 2025-ci il 17-si noyabr məhz bu gündə bizim birliyimizin, yəni Könüllü Nəzarətçilər İctimai Birliyinin təsis olunmasının, yaranmasının və fəaliyyətə başlamasının 3 il 8 ay tamam olur. Bu münasibətlə hörmətli rəhbərimiz başda olmaqla hər birinizi təbrik edirəm, uğurlar arzu edirəm. Bu keçən 3 il 8 ay ərzində bizim asan və çətin günlərimiz olub. Asan günlər asan gündür. Orada elə bir çətinlik olmur, amma çətin günlərdə də biz çətin günlərə sinə gələrək bu günə gəlib çıxmışıq. Bizim fəaliyyətimiz inanıram ki, bundan sonra da uğurla davam eləyəcək və bizim fəaliyyətimiz boş yerə, əbəs yerə deyil. Bunun üçün bizim əlimizdə tutarlı əsas var. Bu əsas kimi möhtərəm cənab prezidentimiz İlham Əliyevin 9 iyun 2009-cu ildə imzaladığı könüllü fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunudur. Məhz biz bu qanunu əldə rəhbər tutaraq fəaliyyətimizi davam elətdiririk və inanıram ki, bundan sonra da bizim fəaliyyətimiz uğurla davam eləyəcək. Uğurla davam etməyimiz üçün bizim hər bir üzvümüzün imkanları daxilində bu birliyə kömək eləməkdir və öz potensial imkanlarından maksimum dərəcədə istifadə etməlidir ki, bizim fəaliyyətimizin deməli uğuru olsun, bizim fəaliyyətimiz kölgədə qalmasın və Respublikada böyük rezonansa səbəb olsun və buna inanıram. Hər birinizə bu yolda uğurlar arzu edirəm. Hörmətlə İdarə Heyəti sədrinin kadrlar və ümumi məsələlər üzrə müavini Fəxrəddin Mürsəlov.